Bu sualda 1 kilobit neçə baytdır? 1 kilobit neçə baytdır? 1 kilobit neçə baytdır? Bayta keçməlidir. Bit. Deməli, kilobitdən ümumiyyətlə bayta keçəndə deməli, bitdən bayta nə qədər eləyir? Deyək ki, 2 üstü 3. Kilodan bayta keçəndə 1024. Deməli, bu deyək ki, 1-dir. 1-i kilodan bayta keçəndə vuracam 2 üstü 10-a. Çünki 1024-dür da, 1024 bayt eləyir 1 kilobayt. Bit bu kiçikdir axı. İndi kiçikdən böyüyə keçəndə nə edirəm? Bitdən bayta keçəndə 2 üstü 3-ə, yəni 8-ə bölürəm də. 2 bayta keçəm. Demək, bunu da bölürəm 2 üstü 3-ə. Buradan ixtisarlarım gelir, qalır 2 üstü 7. 2 üstü 7, Y variantı.